Salamünaleyküm. İlham bəy, necəsiz? Sağ olun, siz yaxşı olasınız. Necəsiz? Nə gözəl yerdir buralar. Bəli, bura deməli Duz gölünün təxminən əsas yoldan 100-150 metr hündür bir ərazidə yerləşir. Deməli buranın havası gözəldir öz yerində. Həm də bu Duz gölü olduğuna görə, burada yodlu hava olduğuna görə buranın çox müalicəvi bir havası var və mən deyərdim ki, zob xəstəliyindən əziyyət çəkən insanlar üçün bura ideal bir məkandır. Yer haqqında bu qədər, gəlin içəri. Buyurun, geçin. Bura evin həyət hissəsidir. 2 maşınlıq burada saxlamağa navesta var. Gəlin, arxa tərəfində deməli bağ hissəsi yerləşir. Bura evin arxa tərəfidir. Təxminən 20-22 ağac var. Növ olaraq təxminən 8-9 növ ağaclar var burada. İlham bəy, buranın torpaq sayəsi nə qədərdir? Torpaq, yəni bütün ərazi evlə qarışıq 5 sot. 5 sot. Sənədlə 5 sotdur. Bəli, sənədə də kubçadır. Bu bağı gözəl yaratmısınız. Bu yəni süni dekorativ bir quyudur. Gözəllik versin deyə qoymuşam. Bu toyuqlardır. Bəli, bunun yeri var. Sevirəm toyuqları. Yəni həyətdə hər hansı bir heyvanın olması həyətə bir gözəllik verir. Burada təndirimiz də var. Yəni təndir sevənlər də. Burada nədir? Burada sanuzeldir. Burada bir sanuzel həyəti. Burada da bir yüngül plazovkadır, yəni artıq şeyləri yığmaq üçün bura. Əl damı. Əl damı, bəli. Bura nədir? Bu hissədə də balaca bir mətbəxdir, həm də Manqal zonası. Manqal hissəsi, bəli. Burada ağacların bayaq növlərindən danışdıq. Hansı ağaclar var? Burada gilas ağacı var, vişne ağacı var, nar ağacı var. Sonra əzgil ağacı var orada, alça var, göyçə. Burada hətta sitrus meyvələri də belə var. Kinqantlı, bəli. Kinqantlı bu limondur, 2 limon, mandarin və apelsin ağacı. Zoğal ağacı var. Sonra Yapon əzgili, muşmola da deyirlər, ondan var. Ərik 2 cür ərik var burada. Ordubad əriyi var, bir də bu yaşqırda verir. Sonra bir dənə də deməli gilas ağacı var, orada öküz ürəyidir, bir də gaval ağacı. Bunlar hamısı məhsul verir də. Bəli, bəli. Nə ki məhsul verir, özümüzə bəs eləyir, mən hətta paylayıram. Gözəl. İlham bəy, burada da bir nəsə yer saxlamaq istəyirsən. Binanla divarın arasıdır. Burada da nəsə artıq şeylər olur. Gözəl. Hətta çiyələyimiz də var burada. Çiyələk də verir. Deyirəm İlham bəy, bağın şüşəli verandasında oturub bu gözəlliyə baxmaq doğrudan da möhtəşəm hissdir. Bəli, burada deməli həm yayda kondisioner var burada, şüşə ilə bağlanılıb, həm də qışda oturmaq olur. Radiatorlar da var, yəni qızdırmaq olur. Deyim sizə ki, elə nəvəmin ad günü Allah sağlıq edir. Dekabr 11-i elə burada keçirmişik. Ay maşallah. O ilk yaşında burada qeyd eləmişik. Çox gözəl, həm estetik gözəllik verir. Yəni buradan baxanda ağaclar, təbiəti seyr eləmək olur. Həm də insanın uzun sözün qısası, insanın ruhu dincəlir. İlham bəy,
Dərvazadan içəri girəndə bizə ev haqqında danışardınız. Əsas giriş qapısından mən sizi qəbul elədim, girdiniz içəri. Orada deməli bir naves var, 2 maşınlıq, yəni naves var, maşın saxlamağa, amma ümumilikdə təxminən 4 maşın həyətdə evin qarşı tərəfində saxlamaq olur. Oradan deməli evin sonra giriş qapısıdır. Girişdən içəri girdiniz. Sağ tərəfində deməli sanuzildir. Hamam və tualet. Koridorun sol tərəfində tavana qədər deməli dolab yığılıb. Koridorla düz istiqamətdə qonaq otağıdır. Qonaq otağının deməli sahəsi 24-25 kvadratdır təxminən. E, 20 nəfərə qədər insanı qəbul eləmək olur orada. Qonaq otağındakı mebellər, yəni nə görünürsə hamısı qalacaq. Sağ tərəfdə isə qadınların deməli sevimli yeri olan mətbəxdir. Mən ümumiyyətlə o tikiliş zamanı da bəzi dəyişiklikləri özüm eləmişəm. Yəni orada biraz koridorun içərisində, evin içərisində ümumiyyətlə studiya bir forması yaratmışam. Məsafəni daha geniş götürməyə. Özü də çox gözəl dağılınıb. Hə, yəni mənim zövqümə görə gözəl alınıb. Əlbəttə zövqlər müxtəlifdir. Sonra koridorun sol tərəfində isə kiçik balaca bir yardımçı, mən deyərdim ki, bir otaq var. Yəni yaşlı insanlar üçün və yaxud da körpə uşaqlar üçün, ikinci mərtəbəyə qalxmamaq şərti ilə orada dincəlmək olar. Ondan sonra zirzəmiyə düşürük. Zirzəmidə namaz otağıdır. Əgər bu evin gələcək sahibi namaz qılan, yəni ibadət əhli olsa nə gözəl olar mənim üçün. Onu elə həmən insan üçün də. Yəni insanlar var ki, yəni ruhu rahatlıq tapmaq üçün məscidlərə tuturlar, amma mən həmən o mini məscidi evin içərisində qurmuşam. Qura bilmişəm, belə deyək. Ondan sonra orada banka yığmaq üçün özünüz də görəcəksiniz, yəni polkalar var, yəni kifayət qədər xanımlar üçün də əlbəttə ki, buna xüsusi qeyd eləmək, altını çizmək istəyirəm ki, bu qadınlar üçün qadınlar daha çox buna qiymət verərlər. Ondan sonra çamaşırxana otağıdır və orada sol tərəfdə kombi yerləşdirilib və zirzəmidən əsas hissəsinə girəndə sol tərəfdə isə bir otaq var, yəni ora sözün açığı əvvəldən idman zalı kimi nəzərdə tutulmuşdu. Yəni elə bir nəzərdə tutulmuşdursa da mən istifadə eləmədim, amma gələcəkdə yəni onu təyinatı üzrə o cür istifadə eləmək olar. Pilləkənlə qalxdıq yenə də belə deyək də 0 nöqtəsindən, yəni yarım zirzəmidən 1-ci mərtəbəyə, 1-ci mərtəbədən də pilləkənlərlə qalxırıq 2-ci mərtəbəyə. Ev monolit olduğuna görə sözsüz ki, pilləkənlər də orada, yəni beton konstruksiyalarla yığılıb. Qalxdıq 2-ci mərtəbəyə. 2-ci mərtəbənin özündə belə deyək ki, 3 otaq, yataq otağı var və bir sanuzeli var. Orada 2 yataq otağında qarderob var, birində isə yoxdur. Sol tərəfdəki otaq deməli 20 kvadrat olar. Yataq otağıdır və qarderobu ilə bir yerdə. Düz otağa keçəndə orada da yataq otağıdır.
açıldı və o pəncərədən Duz gölünə gözəl bir mənzərə açılır. Və koridorun sağ tərəfindəki növbəti yataq otağı da oradır. Və bir sanuzeli var. İlham bəy, burada torpaq alıb tikməyinizin əsas səbəbi nədir? Deməli, 2012-ci ildən mən biraz torpaq axtarışındaydım və məhz nəsə gəldi burada, yəni Duz gölünün üst tərəfində, yəni Villa Badam istiqamətində olan yeri bəyəndim. Niyə görə bəyəndim? Həm relyef olaraq hündür yerdədir bura, həmişə yel çəkən yerdir bura. Əsas yoldan bəlkə bir 100-150 metr hündürlükdədir. İkincisi Duz gölünə görə, Duz gölü bilirsiniz, yodlu hava buraxır. Yəni havasında burada zəngin yod var. Bu xüsusilə zob xəstəliyindən əziyyət çəkən insanlar üçün daha münasibdir bura. Və sözsüz ki, mənzərə. Və bir də ərazi olaraq çox sakit bir rayondur. Yəni demək olar ki, bura gələndə tam izolə olunur. Yəni bir dənə maşın səsi və yaxud da başqa kənar səslər burada yoxdur. Torpaq alınıb 2013-cü ildə və mən yavaş-yavaş buranı tikməyə başlamışam. Təxminən 2019-cu ildə bu gördüyünüz, yəni ev ərsəyə gəlib. Və 2020-ci ildə biz burada məskunlaşmışıq, yaşayırıq. Pandemiya vaxtında mən bura köçdüm və demək olar ki, buranın dadını mən 2 qat ala bildim o pandemiya dövründə. Tikinti zamanı da demək olar ki, bütün normativlərdən istifadə olunur. Bina özü monolitdir, mərtəbələr arası betondur. Evin hündürlüyü 3.40-dır, birinci mərtəbə və ikinci mərtəbə. Dam örtüyü Koreya məhsuluydu. Bu ərazidə Duz gölü olduğuna görə xüsusilə keyfiyyətli mallardan sözsüz ki, istifadə eləmək lazımdır korroziyaya qarşı və ona görə də biz Koreya istehsalına üstünlük verdik. Tikintidə kifayət qədər keyfiyyətli mallardan istifadə olunub. Məsəl üçün 400 marka betondan istifadə olunub. Daşlar qızılqaya daşlarıdır, tikili bundan tikili. Yəni binanın möhkəmliyinə və keyfiyyətinə mən özüm şəxsən tam zəmanət verirəm. Çünki ev özüm üçün tikilmişdi və mən demək olar ki, mütəmadi olaraq burada olmuşam. Tikinti zamanında belə mütəmadi tikintidə iştirak eləmişəm. Burada gördüyünüz, indi oturduğumuz yer verandadır. Buranı da bir istirahət məkanı olaraq mən seçdim və şüşə cam balkonla bağlanılıb bura. Burada nəinki yayda, yəni burada kondisioner də var, nəinki yayda, hətta qışda belə oturmaq olar. Çünki radiator burada quraşdırılır və bütün ad günləri, şənliklər, bütün sevincli günlərimizi biz burada qeyd eləmişik. Ay maşallah. Ən son belə böyük bir tədbirimiz də mənim balaca deməli nəvəmin 1 yaşını burada biz qeyd eləmişik. Allah saxlasın. Yəni qış aylarında olub bu, dekabrdan biri. İlham bəy, kommunal xidmətləri haqqında da bizə məlumat verin qısa. Kommunal, deməli qaz, işıq, su var burada daimidir, sərxaşları da var yerində. Su, deməli ehtiyat çənimiz də var, hər ehtimala qarşı qoyulur. Sənədləri, deməli paket kupçadır. Evində, torpağında, yəni paket kupçadır. Evin, deməli kupçada, yəni sənədlə sahəsi 180 kvadrat metrdir, yəni 91-ci mərtəbə, 92-ci mərtəbə və əlavə deməli o qədər də yarım zirzəminimiz var. Aydın. 90 kvadrat. Orada da bayaq sadaladıq nələrimiz yerləşir. Bir də ən əsas İlham bəy qiymət. Qiymət deməli hər şey nəzərə alındı. Yəni torpaq, hasarın çəkilməyi, evin tikilməyi və qabaqcadan onu deyim ki, dəyərindən ucuz veririk, bu evi satırıq, hər şeyi nəzərə almışıq. Start qiymət deməli 330 min manat təşkil edir. 330 min manat. İndi real alıcı olsa
biraz endirim, cüzi endirim etmək olar. Amma yenə də qeyd edirəm ki, bu verilən qiymət yəni maya dəyərindən aşağıdır. Yəni evin tikilişində başqa bütün xərclərin hamısını daxil edəndə verilən qiymət yəni o qiymətdən aşağıdır. Oldu İlham bəy, təşəkkür edirəm ki, dəvət elədiniz və müsahibəyə razı oldunuz. Sağ olun. Siz sağ olun.